Son illər ölkəmizdə bir feminizm dalğası qalxıb. Elə bil dəbdə olan yeni geyim markasıdır. Kim danışırsa sanki əlində bir qadın azadlıq bayrağı var. Sanki məqsəd qadını qorumaqdır. Amma necə qoruyurlarsa ailə dağılır, uşaqlar azır, kişi qadından, qadın kişidən bezir. İndi də yeni tezis gəlib, evlilik yaşı artırılmalıdır. Yaxşı, bəs bu arada bəzi psixoloqlar uşaqlara nə öyrədir? Bədən sənindir, valideyn qarışmasın, istədiyini et. Gözəl dərsdir, eləmi? Beləcə azyaşlılar arasında cinsi azadlıq çoxalır, nigah və evlənmə yaşı artır. Elə bil kimlərinsə planlı layihəsidir. Ailənin necə dağdaq 101 üsul. Sonra da xəbərlərdə eşidirsən, 15-17 yaş arası abort halları artıb. Statistikalar danışır, amma biz yenə modernlikdən danışırıq. Uşaq hələ məktəbli, amma artıq azad qadın olmağa öyrədilir. Nəticə, ruh dağılıb, ailə unudulub. Ən maraqlısı odur ki, bu ideologiyanı idxal etdiyimiz qərb artıq peşman olub. Onlarda indi çox uşaqlı ailə dəbdədir. Ev xanımı olmaq şərəf sayılır. Yenə biz hələ sınanmadığımız səhvi tərifləyirik, onlar isə çoxdan dadını alıb geri qayıdır. Allahdan ümidimiz budur ki, dünyada qadınlar İslam dininin əzəmətli, ali olan təlimlərindən bəhrələnib öz azadlıqlarını böyük vüqarla əldə edə bilsinlər. Cəmiyyətin xoşbəxtlik və bədbəxtçiliyi qadınların vücudundadır. Dünyada qadınlara məzlumluq giriftarçılığından nicat vermək hər kişinin müqəddəs borcudur. Qadınlar Allaha əmanətdirlər və hər bir kişinin bir qadın ana dünyaya gətirib. Allah əmanəti isə gərək hər zülm fəsadlarından əmanət kimi, göz bəbəyi kimi qorusun. Hicab qadınların mübarək səngəridir. O səngərin qorunması vacibdir. Naməhrəmdən qorunmaq, yəni bütün nəfsani və şəhvani hisslərdən çəkinmək, əllər və üzdən başqa bədənin hər yerini örtmək, bağlı gəzmək Allahın əmridir, vacibdir. Nur surəsinin 30-cu ayəsində buyurulur: Ya Rəsulum, mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər, naməhrəmə baxmasınlar və öz iffətlərini qorusunlar. Bu onlar üçün ədəb ərkan, təmizlik baxımından daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır. Sonraki ayə qadınların bu məsələ ilə əlaqədar vəzifələrini açıqlayaraq buyurulur: Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər, naməhrəmə baxmasınlar və iffətlərini qorusunlar. Heç bir ehtiras cinsi istək qədər təhlükəli və güclü deyildir. İslamın yad qadınlara kişilərin məşəqqətə səbəb olmayana qədər bir-birindən aralı saxlanmasına dair tövsiyələri və ehtiyatları bu psixoloji qanuna əsaslanır. Psixoloqlar bu nəzəriyyəni tamamilə təsdiq etmişlər. Tarix göstərir ki, bəzən bir anlıq təsadüfi bir qarşılaşma, gözlərin bir-birinə heyran olub dikilməsi nə qədər ailələri dağıtmışdır. Bütün günahların amilləri qarşısında iman qüvvəsinə və təqvaya arxalanmaq olar. Lakin cinsi istəklə əlaqədar günahlarda bu iki qüvvəyə etimad etmək olmaz. İslam dini ən böyük və güclü əxlaqi qüvvə olmalarına baxmayaraq, iman və təqva qüvvəsini cinsi istəyin hilələri, məkirləri və təhrikləri müqabilində kafi hesab etmir. Ayənin davamında qadınlara məxsus olan hicab məsələsinə işarə edərək buyurulur: Öz-özlüyündə görünən əl və üz istisna olmaqla zinətlərini, zinət yerləri olan bədənini, boynunu, boğazını, qollarını, ayaqlarını və sair naməhrəma göstərməsinlər. Quran-ı Kərimdə qadınlar üçün hicabın və İslami örpəyin vacib olmasına dəlalət edən ayələrdən biri də Əhzab surəsinin 59-cu ayəsidir. Ya Peyğəmbər, zövcələrinə, qızlarına və möminlərin həyat yoldaşlarına de ki, evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə bədənlərini başdan ayağa gizlədən çarşablarını örtsünlər. Bu onların tanınması, cariyə deyil, azad qadın olduqlarının bilinməsi və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Xanımların yeganə xoşbəxtliyi yalnız hicablı olmaqlarındadır. Xanımların açıq-saçıq gəzməsi haramdır. Haram o şeyə deyilir ki, onu əmələ gətirmək böyük günahdır və dünyada rüsvayçılıqdır. Axirətdə isə nəticəsi əzabdır.
Əgər bir xanım açıq-saçıq gəzərsə, onun bədən üzvlərinin açıq olan yerlərini, hansı ki o yerlərin görülməsi haramdır, görən hər bir cavan şəxsi özünə qarşı həvəsə salar. Həvəsə düşən və şəhvət hissləri oyanan cavanı günaha vadar edər. Həmin cavanı həvəsə salan və onun günaha batmasına bais olan xanım açıq-saçıq gəzdiyi üçün böyük günah sahibidir. Xanımların açıq-saçıq gəzməsi bir günahdır. Özgələrin günah etməsinə səbəb olmaq başqa bir günahdır. Və ən başlıca hicaba, Allah əmanətinə xəyanət etmək isə hədsiz dərəcədə çox iyrənc günahdır. Əgər bu bildirişlər təsir qoymasa və yaxud öz təsirini göstərməsə, görəsən nə kimi hadisələr baş verə bilər? Quran-ı Kərimin Əraf surəsinin 94-cü ayəsində belə buyrulur. Biz hansı məmləkətə peyğəmbər göndərdiksə, onun əhalisini peyğəmbərlərə tabe olmadıqları üçün bir müddət müsibətə və bəlaya saldıq ki, bəlkə günahlarını başa düşərək Allaha yalvarıb yaxarsınlar. Beləliklə, xanımların hicablı olmaları, yəni bağlı gəzmələri Allahın ən böyük əmanətindəndir. Möhtərəm müsəlman xanımlar, bacılar, Allah əmanətini qorumağa çalışın. İnsan fitrətən dünyaya pak gəlir və paklığını qoruyub gəldiyi kimi saxlamalıdır. Əgər vücud fitrətdən gəlibsə, deməli pak olmalıdır və bu paklıq təkcə su ilə bədəni təmiz olması ilə mənalanmır. Paklıq daxili və xarici, batini və zahiri səpkilərdə xülasələnir. Paklığın əvvəlinci mərhələsi Allahın varlığını, birliyini dərk edib qəbul etməkdir. Bunu etməyən Allahın əmanətinə xəyanət etmiş olur. Nəticədə xəyanətkar cəzasına çatar. Əgər bu xəyanət bilərəkdən edilmiş olarsa, cəzası çox ağır olacaqdır. Əlbəttə, əgər bir şəxs bilmədən halal və haramı ayırd edə bilməyirsə, əvvəldən gərək məsələni öyrənsin. Onun bilməzlikdən xəta elədiyi rəhimli Allah tərəfindən nəzərə alınır, inşallah. Amma bir qarın çörəkdən ötürü və azacıq ləzzətlər xətrinə Allah əmanətinə xəyanət edərsə, onu böyük cəza gözləyir. Dünya malı və dünya ləzzətləri ötəri və keçicidir. Əgər cismimizi, ruhumuzu çirkin və haram olan şeylərlə nöqsanlı ediriksə, deməli həmin nişanə, izlər cism və ruhumuzda öz əksini tapır. Beləliklə, duyğu üzvlərimiz həmin nişanə və izləri fotosurət lent yazısı kimi özündə saxlayır. Beləliklə, hardasa, haçansa keçmiş günlər ərzində gördüyümüz, eşitdiyimiz, toxunduğumuz, daddığımız və s. kimi duyğularımızla qazandığımız əməllər üzə çıxacaqdır. Və biz xəcalət çəkəcəyik. O şeylər ki, Allah haram edib, onun kökünü araşdırmaqdansa, yaxşısı budur ki, buyurulan kimi əməl etmək daha ağıllı təklifdir. Çünki bizi yaradan Allah yaxşı bilir ki, məxluq üçün hansı şey xoşluq gətirər və hansı şey onu naxoşluğa salar. Hicab qadının mübarizə səngəridir. Qərblər və şərqlilər barəsində xanımların hicablı olmaları fəsadçıların müqabilində əks təsir göstərə bilən bir əməldir. Açıq-saçıq gəzənlərə ağır yükdür. Varlı təbəqənin əksəriyyət qızları və qadınları özlərini ayıq bilirlər. Onlar təsəvvür edirdilər ki, qadınlar ancaq dini səbəbdən bağlı gəzərlər və bu onların nöqsanıdır. Müsəlman qadınlar hicablı gəzməklə varlı təbəqənin gövdəsinin bir qisminə qüvvətli zərbə endirirlər. Lakin bəzən müsəlman qadınlar açıq-saçıq gəzməklə düşmənə kömək edirlər.
Hicabın fəlsəfəsi qadınların qəfəsə, zindana salmaq deyildir. Onları şəhvət zindanından azad edərək çox əzəmətli məqamlara ucaltmaqdır. Möhtərəm müsəlman bacı qardaşlar, sizə təqdim edəcəyimiz cədvəldə müsəlman qadınlarla zalim rejimlərdə tərbiyə olunmuş qadınların müqayisəsini nəzərdən keçirin. Tarix boyu qadın iki mərhələ və dövrdə məzlum olmuşdur. Yəni zülmə məruz qalmışdır. Bu iki dövrün birincisi cahiliyyət dövrünə, İslamdan əvvəlki dövrə aiddir. Həmin dövrdə qadın heyvana bənzər, bəlkə də ondan aşağı səviyyədə olan bir varlıq kimi sayılırdı. Qadın şəxsiyyətinin tarix boyu zülmə məruz qaldığı ikinci dövr bizim yüksək inkişaf eləmiş mədəniyyətə malik olan müasir əsr və zamanımızdır. Onu azadlıq adı ilə şərafətli, izzətli olan məsum və mənəvi məqamından aşağı salaraq zülmlərə məruz qoyub uçuruma yuvarlatdılar.